Salam dostlar. Bugün sizlərə iki əsas test tapşırıqlarında rast gəlinən və adətən səhv edilən mövzulardan birisi ekonomik, yoxsa ekonomikal və yaxud da ekonomi və bunların polisisizindən işlənmə versiyalarına baxaq. Ekonomik iqtisadiyyatla bağlı ölkə iqtisadiyyatına aid olan deməkdir. Sifət rolunda gedir. Ekonomik polisi, iqtisadi siyasət. Ekonomikal deyil, ekonomik polisi. Buna diqqət yetirirsiniz, test tapşırığında çaşmayın. Ekonomik growth, iqtisadi artım. Ekonomikal, qənaətcil, sərfəli, yəni az xərc tələb edən deməkdir, sifətdir. Economical car, qənaətcil maşın. Economical way, sərfəli yol. Ekonomi həm iqtisadiyyat deməkdir, həm də qənaət deməkdir. Həm isim, həm sifət kimi işlənən yerləri var. National economy, milli iqtisadiyyat, economic class, class deyilən bir şey. Siyasət isə polisi. Bu adətən ekonomik polisi nəzərdə tutulur. Ölkənin iqtisadiyyatı, onun iqtisadi siyasəti, bu kimi mənada ekonomik polisi düzgün versiyadır. Ekonomikal polisi desək, bu qənaətçil siyasət olar. Çox az hallarda bu ifadə istifadə edilir. Yəni, az pul xərcləyən siyasət mənasına gəlir. Terminoloji olaraq deməli dilimizdə ekonomik polisi daha uyğundur. Test tapşırıqlarında da bu testi görsəniz ekonomik polisi yazırsınız 99%. Düzgün termin budur. Çünki ölkə iqtisadiyyatı ilə bağlı siyasətdir. Ekonomikal polisi isə səhvdir. Yalnız qənaətçil siyasət dedikdə işlədilə bilər. Diqqətinizə görə sağ olun. Videonu bəyənməyi və paylaşmağı unutmayın.